Belə qədimə də geçir, ağ qoyunlu, qızıl sırğalı ağ qoyunlu tayfası olub, onlar da sırğa taxıblar. Yəni burada heç bir pis şey yoxdur. Yəni qadınla kişi arasında ayrımçılıq eləyirlər sırğaya görə. Elə bir mən ayrımçılıq görmürəm. Taxsız necə sırğa taxardınız yəni? Dəyişdirməzdim, sadəcə maqnit sırğalardan taxmaq istəyirəm. Çünki bəlkə də gələcəkdə həmin sırğanı çıxarmaq istəyirəm, izi qalmasın deyə sadəcə maqnit sırğalardan istifadə edərəm. Siz fikir verdinizmi, bu gənc bilgilidir. Hətta çox şey bilir. Küpə haqqında çox şey bilir. Bu bilir ki, qədim ağqoyunlular küpə taxıb. Bu bilir ki, müəyyən sağ qulağa taxmalısa, sol qulağa taxmalısa, bunları da bilir. Və nə qədər qəribə olsa da bu uşaq sırğa taxmaq istəyir və bunu atası qoymur. Necə ki, biz səninlə istəmirik, bizim gənclər sırğalı gəlsin falan. İndi sən bir ziyalı olaraq, bax bu uşaq azad uşaqdır, fikir verdin mi? Deyir, heç kimə idarə edilməz və düz deyir də, azad dünya.